Bu gecə Şəvvəl ayının 25-ci gecəsi Həzrət İmam Cəfər Sadiq əleyhissalamın şəhadət gecəsidir. İmam Cəfər Sadiq əleyhissalam haqqında kiçik bir məlumat verim. Onun şəxsiyyəti, mövludu, atası, anası barədə. İmam hicrətin 83-cü ilində, Rəbiül-Əvvəl ayının 17-sində, Həzrəti Peyğəmbər səllavatullahla eyni gündə, mübarək Mədinə şəhərində dünyaya göz açıb, atası Həzrəti İmam Baqir əleyhissalam, anası isə öz zəmanəsinin böyük fəqih alimlərindən olan Qasim ibn Muhammed ibn Əbu Bəkrin qızıdır. Birinci xəlifə olan Əbu Bəkrin nəticəsi hesab olunur. Ummu Fərvə xanım. Ummu Fərvə xanım öz zəmanəsinin alimə bir xanımı olub, zəmanəsində ən güclü elmə sahib olan bir xanım olub, xanımlara dərs deyərmiş, xanımlar ondan suallarını soruşarmışlar. İmam Baqir əleyhissalamın qapısına gəlib imamdan sual soruşmaq istəyən xanımları o həzrət yönəldərdi Ümmü Fərvə xanıma. O cavablandırardı onların bütün suallarını. Və İmam Sadiq əleyhissalam, bax belə bir xanımın və belə bir atanın evində dünyaya göz açıb. İmam Sadiq əleyhissalamın adı Cəfərdir. İmam Sadiqə qədər imamların adı təkrar qoyulurdu. Əli və Muhammed adı təkrarən qoyulurdu, Həsən və Hüseyn istisna. Amma İmam Cəfər Sadiqdə Cəfər adını İmam Muhammed Baqir oğluna təyin eləyir. Təbii ki, bu öncədən təyin olunmuş bir adı idi. Cəfər sözünün mənası isə bol sulu çay deməkdir. İnsana Cəfər deyəndə, yəni insanlara fayda verir, həyat verir, çay kimi susuz insanları sirab eləyir deyə, onlara həyat bəxş eləyir. Bu mənada, yəni faydalı insan, Cəfər, yəni çay kimi, su kimi faydalı. Ən məşhur ləqəbi isə Sadiqdir. Mən tarixi mənbələrin birində oxumuşdum ki, bu ləqəbin imama verilməsi ilə əlaqəli iki mötəbər rəvayət var. Bir rəvayət deyir ki, Peyğəmbər səlvatullah özü öncədən onun haqqında Sadiq sözünü işlədib. Sadiq yəni doğru danışan, yalan danışmayan. İkinci rəvayət isə bunu deyir ki, Peyğəmbərin nəvəsi olan İmam Cəfər Sadiq əleyhissalama bu ləqəbi düşmənləri veriblər. İmam Sadiqin öz düşmənlərindən olan bir nəfər, xüsusən də xəlifə haqqında da bu məlumat qeyd olunur ki, məhz xəlifənin özü onun haqqında bu sözü işlədib. Künyəsi, məşhur künyəsi Əbu Abdullah. İmam Hüseynlə eyni künyədədirlər. İki İmam Əbu Abdullahdır. Başqa bir məşhur olmayan künyəsi də var, Əbu İsmail və Əbu Musa. Bunlar da işlənir onun haqqında, amma daha çox məşhur olan künyəsi Əbu Abdullahdır. İmam Sadiq əleyhissalam 3 yaşında olarkən o atası İmam Baqirin dərslərində gəlib oturub iştirak eləyərdi. Bütün dərslərində oturardı atasının. 3 yaşında uşaq imam dərsində oturur və imamın dediyin başa düşür. Və ən güclü alimlər ki, gəlirdilər İmam Baqirin məclisində, dərsində əyləşirdilər. İmam Sadiq 3-4 yaşında onların hamısından seçilirdi. Verdiyi suallarla, başa düşdüyü həqiqətlərlə, müzakirələri ilə və s. Tarixi mənbələrin birində nəql olunur ki, Əməvi xəlifələrindən olan Vəlid ibn Əbdülməlik ibn Mərvan, Allah ona lənət eləsin, Şamda xəlifədir. Mədinə valisi onun dövründə Ömər ibn Əbdüləziz rəhmətli idi. Onun Allah ruhunu şad eləsin. Əməvi xəlifələrin içində bir dənə adamı olub, yaxşısı olub. Əhl-i Beytə zülm etməyib, əksinə Əhl-i Beytin haqqını özünə qaytarıb. Fədəki. Və İmam Əlinin lənətlənməsinin qabağını alıb. Həmin Ömər ibn Əbdüləziz. O əvvəl icra hakimi olub, yəni vali olub, xəlifə olmamışdan əvvəl. Həmin bu Vəlid ibn Əbdülməlik ibn Mərvan yazır Ömər ibn Əbdüləzizə ki, bəs Peyğəmbər məscidin təmir elə. Eşitmişəm ki, müsəlmanlar şikayət edirlər, məscid balacadır, cəmaata yer olmur. İndi gedib görmüşsünüz, maşallah, nə boydadır. Hələ də təmir olunur, hələ də böyüdülür. Get təmir elə, bu da validir, yığır, tökür ustaları, başlanır təmir. İşin bitməsinə az qalmış, xəlifəyə xəbər göndərirlər ki, bəs
İş bitir, ürəyi istəsə gəlin, işə baxın. Xəlifə də durur Şamdan gəlir Mədinəyə. Mədinənin valisi də yığır cəmaatı, bir neçə əyan, əşrəf, vəzifəli insanlarla bərabər xəlifənin qabağına çıxırlar Mədinədə. Xəlifəni qarşılayırlar, gətirirlər Mədinəyə. Xəlifə Mədinəyə çatan kimi deyir ki, yox, mən saraya getməyəcəm, birbaşa Peyğəmbər məscidinə gedirəm. Baxım, görüm, neynəmişsiniz. Gəlir, baxır Peyğəmbər məscidinə, elə deyil, içəri daxil olanda görür ki, Həzrət İmam Muhammed Baqir əleyhissalam əyləşib minbərdə dəstəyir. Xəlifə imamı görən kimi salam verir. İmam da salamın cavabını verir və hörmət əlaməti olaraq dayanır. Dərsi dayandırır imam. Və xəlifə imama israrən deyir ki, xahiş edirəm sizdən, ey Əba Cəfər, siz davam eləyin dərsinizə. Mən də oturum bir tələbə kimi sizə qulaq asım. Xəlifə oturur dərsdə tələbələrin yanında, imam da dərsin davam edir. Bir müddət keçir, xəlifə təəccüblə soruşur, qulaq asır imamın dediklərinə, heyran olur. İndiyə qədər eşitmədi. Deyir ki, ya Rəsulallah, bu nə dərs idi ki, siz bunu deyirsiniz? Nə elmidir bu? İmam deyir ki, bu təbiətdən, dağdan, çaydan, günəşdən bəhs eləyən bir elmdir. Hansı elm? Coğrafiya. Yəni, coğrafiya elmindən danışıram. Xəlifə ikinci dəfə təəccüblənir. Deyir, yaxşı, coğrafiyadan danışırsınızsa, bu alimləri başa düşdüm, sizi də başa düşdüm. Bəs bu uşağın burada nə işi var? İmam Cəfər Sadiq əleyhissalamda 4-3 yaşı var, oturub orada qulaq asır dərsə. Bu uşağın burada nə işi var? Ömər ibn Əbdüləziz yavaşca deyir xəlifəyə ki, o uşaq dediyiniz adam ki var ha, o buradakı alimlərin hamısından çox sual verir İmam Muhammed Baqirə. Hamısından çox tez dərk eləyir həqiqətləri, elmi mövzuları, dərrakəsi hamıdan çoxdur. Yəni ona uşaq dediniz, amma o uşaq dediyiniz o deyil. Xəlifə deyir ki, necə yəni, bu uşaq burada oturan bu qədər ağsaqqaldan, böyükdən, alimdən, üləmadan çox biləcək. Ömər ibn Əbdüləziz də deyir ki, bu uşaq busunuz. Bacarırsınız, bir sual verin. Bildiyiniz bir şey var ki, ya xəlifə, soruşun. Xəlifə çağırır İmam Sadiqi yanına. 3-4 yaşında uşaq. Çağırır, deyir ki, adın nədir? İmam da çəkinmədən deyir ki, Cəfərdir adım. Xəlifə deyir ki, məntiq elmini yaradan kimdir? O dövrdə ərəblər elə təzə-təzə öyrənirdilər məntiq elmini kim yaratmışdı. Yunan fəlsəfəsi tərcümə olunurdu. Məntiq elmin yaradan kimdir? Cavab verir ki, məntiq elmin qədim Yunan filosofu Aristotel, biz ona Ərəstun deyirik, Aristotel yaradıb və ona görə də onun davamçıları ona məntiq elminin yaradıcısı deyə müraciət edərdilər, məntiqin banisi. Xəlifə deyir, bəli. Ondan sonra deyir ki, sahibul məz kimin adıdır? İmam deyir ki, sualını səhv verdin. Sahibul məz kim deyil, nədir? Sahibul məz Zul-Əinnə adlanan ulduz qruplaşmasında, ulduz silsiləsində bir topa ulduzun adıdır. Göyləri müşahidə edirlər, hər topa ulduza bir ad qoyurlar. Bürc kimi deyək də, belə deyə. Deyir ki, kim deyil, nədir? Və izah edir ona ki, hansı bu ulduzlardır, harada yerləşir, kimi, hansı ulduzun yanında filan filan. Ətraflı cavab verir. Xəlifə təəccüblə donur, baxır buna ki, çaşdırmaq istədi. Əslində o deyəndə ki, sahibül məz kimdir ki, uşaq çaşsın, adam adı desin. Gördü, yox, bu çaşmadı, dedi, yox, kimdir, yox, nədir? Xəlifə təəccüblə donur, qalır matməttər ki, mən nə soruşum bundan? O dövrün yüksək elmi nəticələri bunlar. İndi bizə belə qəribə qalar, bu elmlər nədir ki, xəlifə soruşur? O dövrdə bu sualların cavabını akademiklər bilirdilər. Deyir ki, bir qədər fikirləşir, imama təkrar sual verir ki, yaxşı, bəs misvak sahibi kimdir? Sahibul misvak. İmam da düşünmədən cavab verir ki, Peyğəmbər səllavatullahın sahabəsi Abdullah ibn Məsud dişlərini çox fırçalayardı deyə ona ləqəb qoymuşdular, misvak sahibi. Xəlifə baxır o yana, baxır bu yana ki, mən nə sual tapım verim uşağa. Ömər ibn Əbdüləziz deyir ki, xəlifə sağ olsun, özünüzü yormayın. Yəni, sizin başınızda ola biləcək sualın hamısına bu uşaq cavab verə biləcək. Sizin verə biləcəyiniz elə bir sual tapılmayacaq ki, bu uşaq onun qabağında məəttəl qalsın. Ondan sonra deyir, xəlifə tutur əlindən İmam Sadiqin.
Gətirir İmam Muhammed Baqirə tərəf, deyir ki, səni təbrik eləyirəm belə bir övladın var deyə və bilirəm ki, sənin bu oğlun tarixdə yaşayan ən bilikli bir alimə çevriləcək. Deməli, İmam Sadiq əleyhissalamın həyatından bir neçə nümunəni sizin üçün danışım ağanın şəhadət gecəsində. Çünki İmam Sadiqin mövludu düşür Peyğəmbər səllavatullahla eyni günə. Peyğəmbərdən danışılır o mövludda, ən çox üstünlük Peyğəmbər səllavatullaha verilir deyə İmam Sadiqdən çox danışılmır. Ona görə də şəhadətində mən istəyirəm bir qədər ağa haqqında danışım. Deməli, İmam Sadiqin Mədinə şəhəri yaxınlığında Eyni Ziyad adlanan bir məntəqədə gözəl bir xurma bağı var idi. Həmin xurma bağında Mədinənin ən gözəl xurmaları yetişərmiş. İmam Baqir əleyhissalam, İmam Sadiq əleyhissalam, üzr istəyirəm, hər il xurma yetişən Ərəfədə, yayın son aylarında çağırardı xidmətçilərin, deyərdi ki, bağın 4 tərəfindən deşiklər və qapılar açın ki, yoldan keçən, ac olan, susuz olan, çarəsiz olan, evi eşiyi olmayan, xurmaya həsrət qalan, xurma almağa pul olmayan adamlar gəlsinlər həmin bağa. O qapıdan və ya uşaq balacadlarsa o deşikdən daxil olsunlar, bağda istədikləri qədər xurma yesinlər, aparsınlar, su içsinlər, geçsinlər. Hər il xurma yetişəndə İmam Sadiq əleyhissalam öz Eyni Ziyad adında bağında bu cür iş görərdi. Mədinənin bütün yoxsul təbəqəsidir. Bilirdi İmam Sadiqin dövründə ki, yoxsul təbəqənin bağı olmayıb, heç ağacları yox idi, xurma ağacları. Onlar həsrətlə baxardılar xurmaya. O vaxtda bir dənə xurmanı israf eləməzdilər ərəblər. Yerə düşən xurmanın belə qədrini bilərdilər. Hər yerə düşən xurmadan bir şey düzəldərdilər, yuxarıdakindən başqa cür, kalından bir şey, yetişmişindən bir şey. Yəni ərəblər xurmanı israf eləməzdi. Bütün həyatları onun üzərində qurulmuşdu. Çünki dəvə və xurma adamların ən çox qida aldıqları önəmli meyvələrdən biri idi xurma. Və İmamın dövründə yoxsullar deyir, bilirdilər ki, özlərinin xurma bağı yoxdur, amma narahat olmağa dəyməz. Mütləq onların xurma payı İmam Sadiqin bağından gələcək. Elə ki, yetişirdi, imam yığdırırdı xurmanı, o xurmanı bölürdü bir neçə yerə, bir hissəsini bölürdü xəstələr üçün. Bir hissəsini bölürdü yoxsullar üçün, bir hissəsini bölərdi yetimlər üçün və göndərərdi həmin o hissəni onlara, müəyyən bir hissəsi qalardı özünə, onu da satardı, öz ailəsinin maddi xərclərini ödəyərdi. İmam Sadiq əleyhissalam eşidəndə ki, bir adəti var idi İmam Sadiqin, eşidəndə ki, bir kasıb qız və ya kasıb oğlan evlənir, dərhal onlar üçün çox gözəl bir paltar, həm bəyə, həm gəlinə aldırarmış, göndərərmiş onlara hədiyyə. Mədinə şəhərində evlənən qız gəlin üçün belə hədiyyə göndərərmiş. Deyir, hətta onun hədiyyə alıb göndərdikləri bəy gəlinlərin çoxsu heç onun imamətinə etiqad eləmirdilər. Yəni, onu imam kimi qəbul etməyən insanlara bu yaxşılıqların çoxunu eləyirdi. İsmail ibn Cabir, İmam Sadiqin sahabələrindən də, yaxın sahabələrindən də nəql eləyir, deyir, mənə bir gün İmam Sadiq çağırdı yanına, dedi, gələ bu 50 dinar qızıl pulu, dinar qızıl pul o dövrün çox böyük bir pulu sayılırdı. İndi hərəsi bir məsələn filan qədər pul eləyir, təqribən 300 manata yaxın hardasa belə bir dəyəri var birinin. 40 dinar qızıl pulu verdi mənə, dedi bunu götür, apar filan kəsə qapısında çağır onu, ver ona. Amma demə ya, mən vermişəm. Adımı da çəkmə. Təkid eləyib, soruşsa da demə. Allah bəndəsidir və salam. Gəlir qapını döyür, çıxır, deyir, bu qızıl kisəsini sənə bir Allah bəndəsi göndərib. Bu baxır, deyir ki, qardaş, gəl sənə mən bir söz deyim. Bu Allah bəndəsi kimdirsə, kim qapıya onun adından pul gətirir, soruşuram, adını demirsiniz. Yəqin sən də deməyəcəksən, deyir, bəli. Amma deyir, mənə təəccüblü gələn budur ki, mən özüm şikəst adamam. İşləyə bilmirəm, ailəm də çoxdur. Biz həmin adamın göndərdiyi pulla özümüzü dolandıra bilirik. O birdən bizə pul göndərməsə, biz dilənçi gününə düşərik. İşləyənimiz yoxdur, bir dənə mənəm, mən də şikəst. O da mənə göndərir, mən o ilə dolanıram. Amma mənim bilirsən, bir təəccübüm var, bir heyrətim var, bir narazılığım var ki, bu həmin adam özü də Bəni Haşimdən olur, bu adam, İmam Sadiqdən eyni tayfadırlar, eyni qəbilədəndirlər. Deyir,
Cəfər ibn Muhammed özünə imam deyir. Bir dəfə bizim qapımızı döyməyib. Bir dəfə mənə kömək eləməyib. Bu baxır, imama söz verir, baxır ki, deyə bilməz. Qayıdır, gəlir imamın yanına. İmam deyir, narahat olma, sən biləni biz də bilirik. Sən öz vəzifəni yaxşı əməl elədin, keç dayda. Da başqa şeylə işin olmasın. Qoy nə deyir, desin. İmam Sadiq əleyhissalamın bir xasiyyəti var idi ki, evinə qonaq dəvət eləyəndə görün nə söz deyirmiş. Bu hədisi mən ilk dəfə, mən nə vaxtsa oxudum, özümə də belə xoş gəldi, qəşəng hədisdir. Deyir ki, evinə qonaq dəvət eləyərdi, evində həmin qonaq üçün çox gözəl süfrə hazırlatdırardı. İmamın imkanı yaxşı olub, İmam Sadiq əleyhissalamın. Gözəl bir süfrə hazırlatdırardı həmin adam üçün. Süfrəyə lazım olan qədər qida qoyardı və bir söz deyərdi. Arazda kim bizi daha çox istəyirsə, bizim ona verdiyimizdən daha çox yesin. Yəni süfrədən daha çox yesin, əgər bizi daha çox istəyirsə. Yəni imama nuş olurdu belə deyək, qonağı onun evində çörək yeyəndə. Sevinirdi ki, qonaq evində onun qoyduğu süfrədən qidalanır. Deyirdi, bizi kim çox istəyirsə, qidamızdan da, payımızdan da çox yesin. Bir gün İmam Sadiq əleyhissalam Mədnədən kənarda yol gedərkən bir dənə qəbiləyə rast gəlir. İmam baxır qəbiləyə, buna lazım, imama lazım idi ki, qəbilə başçısı kimdir? Dərhal soruşur ki, Arazda qəbilənin başçısı, rəhbəri kimdir? Bu söz imamın ağzından çıxan kimi biri qalxır ayağa, deyir, mənəm. İmam deyir ki, əgər sən həqiqətən ağa olsaydın, başçı olduğunu dərhal deməzdin. Səbirli ol da, bir başqası desin ki, başçımız budur. Və yaxud adam nə deyər? Deyər ki, buyurun, eşidirəm. Və yaxud da xidmət üzdəyəm. Nə lazımdır sizə? Adam, yoxsa sən durmursan ki, mənəm. İmam fikir verin. Heç orada yalan danışmayıb. Xəlifə, üzr istəyirəm, qəbilə başçısı yalandan demədi. Həqiqətən də o idi başçı. Amma təkəbbürlə durub mən deməsi var idi. İmam ona irad bildirdi ki, qəbilə başçısı da olsun belə. Heç vaxt özünü dərhal qabağa atıb mən eləmə. Bir gözlə elə, bəlkə səni başqası təqdim eləyəcək. Yəni təvazökar ol da, dərhal mən eləmə. İmam Sadiq əleyhissalama gəlib sual verir bir nəfər, deyir ki, mən bir sual vermək istəyirəm sizə, deyir, amma sualdan əvvəl bilmək istəyirəm ki, alimsiniz ya cahil? Alimsizsə sualı verim, cahilsizsə çıxım gedim. İmam buyurur, cahillərdən deyiləm. Demir aliməm, deyir cahillərdən deyiləm. İmam Sadiq əleyhissalam Mədnədə bir dənə kəndli kişi ilə dostluq eləyirdi, bir kəndçi ilə. İmamın dostlarından birinin xoşu gəlmirdi, imamın bu kəndçi ilə dostluq eləməsindən. Acığı gəlirdi o kəndçidən. İmamla gəlib görüşəndə bu sahabə narahat olurdu ki, abi imamla biraz belə səliqəsiz görüşür. Çöl ərəbətdə belə deyək. Amma imam bunu çox istəyirdi. Həmişə gələrdi imamla görüşərdi, imam oturardı, bu ilə söhbət falan eləyərdi, bu da sonra çıxıb gedərdi. Bir neçə gün gəlmir imamın yanına. İmam narahat olur, deyir ki, filan kişi var idi, mənim yanıma gələrdi. O hardadır, niyə gəlmir? Bunun əlinə fürsət düşür, bu sahabə eşidir, xoşu gəlməyən. Deyir ki, ağa, o Nəbt tayfasından idi. Nəbs tayfasından deməkdə məqsədi bilirsiniz nə idi bunun? Yəni, Mədinəli deyil, gəlmədir, ərəb deyil, gəlmədir, köçmə tayfadır. Nəbt tayfasıdır. İmam da onun bu sözünə etiraz edərək deyir ki, hər insanın dəyəri onun öz ağlında, təqvasında və dini ilə ölçülür. Bütün insanlar Adəmdən yarandığı üçün bərabərdir. Nə fərqi mən Bəni Haşimlənəm, o Nəbdəndir, gəlmədi. İmam fikir verin, nə qədər obyektiv yanaşır məsələyə. Onun sahabəsidir, illərdir yanında oturub duran adam belə bəzi şeyləri başa düşə bilməyib ki, məsələnin fərqi yoxdur, biri kəndçidir, gəlmədir, mən şəhərliyəm, mədinəliyəm deyə o ilə dostluq eləməli deyiləm. İmam sındırır bu stereotiplərin hamısını. Ümmətə başa salır ki, belə ayrı səskilik salmayın, bu sizin xeyrinizə olmayacaq. Çoxu bundan istifadə edib sizi regionlara bölüb parçalayacaq və idarə eləyəcək. Əgər Adəmdən yaranmışıqsa, Adəm hamımızın babası Adəmdirsə, nənəmiz Həvvadırsa, nə sən haralısan, mən haralıyam.
İmam da öyrədir buna ki, belə eləmə. Sahabəsinə etiraz edirdir, bu cür danışmayla. Onun dinində, şəxsiyyətində, təqvasında da üstünlük, nəinki hansı tayfadan olmasında. İmam Sadiqdən nəql olunan bəzi hədislər var. Mən istəyirəm onları inşallah sizin üçün oxuyum. Qısa-qısa da izah verim. Təbərrük qalsın bu məclisdən. Əbdüləziz Qafatisdən bir hədis nəql olunur. Deyir ki, imam mənə buyurdu ki, ey Əbdüləziz, İman nərdivan kimidir. 10 dənə pilləsi var. Bir pillə yuxarıdasansa, bir pillə aşağıda olana demək ki, sən bir yerdə deyilsən. Yəni, səndə bir şey yoxdur. Yəni, özündən imanda zəif olana baxıb demə ki, sən zəifsən. Özündən alçaqda olanı düşünmə ki, alçaqdır. Yəni, alçaq vəziyyətdə hesab eləmə ki, səndən yuxarıda olan da səni alçaq hesab eləməsin. Bu çox vacib məqamdır. Özündən istəyir imanda, istəyir pulda, istəyir gücdə. Mən sizə düstur deyim. Ay Allah belə deyinən adamlar var. O adamların özünə kənardan baxın. Həmişə özlərindən yuxarıdakilərdən deyinirlər ki, pisdilər, belə, onun özünə baxın, o da özündən aşağıdakilərə qarşı pisdir. Allah bir düzən qurub ki, sən özündən aşağıdakına qarşı pis olacaqsansa, səndən yuxarıdakı da sənə qarşı pis olacaq. Həmişə belə idarə olunur da. Həyatı Allah belə düzəni belə qurub. İmam da deyir ki, sən aşağıdakına pis baxacaqsan, səndən yuxarıdakı da sənə pis baxacaq. Davamında da deyir ki, özündən aşağı olan insana əlvi uzat ki, qaldırasan onu. Əlvi uzat ki, qaldırasan ki, səndən yuxarıda olanda sənə əl uzatsın ki, qalxasan. İmam gözəl bir yol qoyur bizə. Cəmiyyətin inkişafını izah eləyir. Sən güclüsən, zəifə kömək elə. Səndən də güclü sənə kömək eləyəcək. Belə cəmiyyət inkişaf eləyir. Usul-u Kafidə İmam Sadiq əleyhissalamdan bir hədislə nəql olunur. İmam buyurur ki, müminin Allaha qarşı günah və itayətsizlik edildiyi və onun da bu vəziyyəti dəyişdirə bilmədiyim bir məclisdə oturması icazəli deyil. Bir məclisdə ki, oturmuşam, Allahın əmri pozulur. Allaha günah edilir. Mən də onu dəyişə bilmirəm. Gücüm çatmır, sözüm də keçmir. İmam nə deyir? Həmin məclisdə oturub Allahın əmrinin pozulmasına şahid olmaq icazəli deyil. İmam Sadiq əleyhissalam bir hədisində buyurur, qiyamət günü ən çox həsrət çəkən adam bilirsiniz kim olacaq? Allah birinci məni, sonra da bu sözümü eşidən hamını və sizləri də bunun nümunəsi olmaqdan uzaq eləsin. İmam buyurur, qiyamət günü ən çox həsrət çəkən şəxs özü haqdan danışıb, əməldə haqdan ən uzaq olan adam olacaq. Düzgünlük, şəriət, fəqih, alim, bu, amma əməldə onların heç birini eləmir. Deyir, bu adam həsrət çəkəcək qiyamətdə. İmam buyurur, hətta, bu da gözəl bir hədisdir, yadda saxlayın bəlkə. Hətta ona zülm eləsələr də belə, öz ata-anasına düşmən gözü ilə baxan övladın ibadəti qəbul deyil, gününün yarısında namaz qılsa. Ata-ana zülm eləyirsən, tutaq ki, zalimdir. Belədirlər də, zülm eləyirlər, döyürlər sənə əbəs yerə, boş yerə işlədirlər, çox yükləyirlər səni. Sənə zülm eləyirlər, yenə də ixtiyarın yoxdur, düşmən gözü ilə baxasan. Ata-anaya düşmən gözü ilə baxmağı icazə vermir. Deyir, baxson, ibadətin qəbul deyil. Yəni, anan sənə zülm eləsə də sənin düşmənin deyil. Düşmən gözü ilə baxma. İmam Sadiq əleyhissalamın dostlarından biri ona qonaq gəlir. Gecə imam durur, dostla söhbət eləyirlər. Dost elə danışa-danışa yatır. Mən danışa-danışa yatırsa elə. İmamla elə söhbət eləyə-eləyə yatdı. İmam da gördü ki, dostu yatdı, durur, başlayır namazların qılmağa. Bir də onda ayılır dost ki, sübh azanıdır. Sübh azanında ayılır, təbii ki, biraz beynimiz açılsın deyənə bunları danışdım sizə. Deməli, imam
Görür namaz qılır. Durur biraz təəssüflənir, deyir ki, ayda ağa, heyf, heyf. Ömrümdə bir dəfə qismət oldu, gəldim sizin evinizə qonaq. Sizinlə birgə gecəni keçirtdim. Heyf ki, bu yuxu tutdu. Niyə yorğunluqda adamda? Yuxu tutdu məni, yatdım. Sizinlə birgə ibadət etməyin feyzindən, savabından məhrum oldum. İmam buna buyurur ki, təəssüflənmə, narahat olma. Sənin bir əməlin oldu ki, bu gecə mənim etdiyim ibadətlərə bərabərdir. Bir əməlin oldu ki, o bərabərdir. Təəccüblə bu adam soruşur ki, mən neynədim ki? Hansı əməlim? İmam buyurur, yadıva gəlir, söhbət eləyirdi səninlə, su zadun, sənə su gətirdilər. Suyu içəndən sonra dedin ki, ya Hüseyn, sənə salam olsun, Allah sənin qatilləri və lənət eləsin. Bax, həmin sənin o sözün mənim bu gecə qıldığım namazın səvabına bərabərdir, bəlkə də üstündür. İmam buyurur, bəlkə də üstündür ki, sən Hüseyni yad elədin. Hüseyni yad eləməyim mənim bu ibadətimdən üstündür. Mənim yadıma gəlirdi rəhmətli nənəmiz, sizin çox uzun da elə nənələri, babaları, ağsaqqal ağbirçəklər. Hələ mən indiyə qədər, nənəm 93 yaşında rəhmətə getdi. O yaşına qədər mən yanında böyümüşəm də, onun bütün neçə il mən onu görmüşəm, 26 yaşıma qədər. O 26 il ərzində ki, ağlım kəsirdi. Hələ bir dəfə, xəstə də olanda, sağlam da olanda, yataqda da olanda, ayaq üstədə fərq etməz. Hansı halında olur olsun. Bir dəfə görmədim, suyu içsin, qutarsın, sonra deməsin ki, salamullahul Hüseyn, lənət və Yezid. Bu sözü işlədirdilər. Köhnə insanlar, o ağbirçək, ağsaqqal adamlar bu sözdən çox istifadə ediblər. Getdikcə bu söz itir, batır. Çox az adam İmam Hüseyni yad edir səhər-onsu içəndə. Həmişə yadınızda olsun bu söz. Görün, nə gözəl İmam Sadiq buyurur ki, mənim gecə ibadətimdən də az qala üstündür səvabı ki, İmam Hüseyn su içiləndə xatırlana, onun lənətlərin, onun düşmənlərinə lənət göndərəsən, düşmənlərinə, qatillərinə lənət deyəsən. İmam Sadiq əleyhissalamın bir hədisi də var, ağa buyurur, bizim üçün zinət olun. Bayaq Məşəd də ona bərabər bir hədis oxudu. Bizim üçün zinət olun, nəinki bizim üçün tənə yer olasınız. Yəni, elə eləməyin ki, sizə baxıb bizə tənə vursunlar, əqidəyə tənə vursunlar. Elə eləyin ki, əqidə sizə görə zinət tapsın. Daha doğrusu, əqidəmiz zinətlidir. Yəni, əqidənin özünə zinət olasınız. İmam buyurur, bizə bəzək olasınız, zinət olasınız. İmam Sadiq əleyhissalam onu ziyarət edən insanlar haqqında da bir gözəl hədis deyib. Bu şəhadət gecəsindən yadigar qalsın bu hədis. Həcdə və ümrədə olanlar aramızda var, olmayanlara da Allah qismət eləsin inşallah. İmam Sadiq əleyhissalam özünün ziyarəti haqqında bir söz deyib. İmam sözüdür, mümkün deyil də yalan olsun, mümkün deyil də ki, yerinə yetməsin. Amma şərti var ki, imamın ziyarət deyəndə o ziyarət necə olmalıdır, onu düzgün yerinə yetirəsən də. Birinci Allaha xatir, heç kimin razılığına görə yox, yalnız Allah razılığına görə. İkincisi, sağlam bir şəkildə, təvazukarlıqla, təqvanla, imanla və s. və ilaxır. İmam buyurur, kim məni, yəni mənim qəbrimi nəzərdə tutur da, məndən sonra mənim məzarımı ziyarət eləsə, həmin şəxs heç bir zaman yoxsulluq içində ölməyəcək. Bu imamı ziyarət eləyənlərə imamın bir müjdəsidir. Məni ziyarət eləyənlər yoxsulluq içində ölməyəcəklər. Ölübsə, onun ziyarəti ziyarət olmayıb. İmamın sözü mütləq gerçək olacaq. Əgər bir adam imamı ziyarət eləyib, amma yoxsul ölübsə, ziyarəti problemli olub. İmam buyurur, məni ziyarət eləyənlər yoxsul ölməyəcək. Hamımızda qismət oldu ümrə ziyarətində. Allah elə hamımız deyirəm, elə hamımıza qismət eləsin inşallah. Ümrədə İmam Cəfər Sadiq əleyhissalamın o mübarək məzarın uzaqdan da olsa ziyarət elədik. Bir neçə dəqiqəlik də olsa qismət oldu o məzarı ziyarət eləyib, heç olmasa o məzarın torpağına baxmaq. Ona görə də Allahdan sadəcə istəyək ki, Allah bizim o ziyarətimizi qəbul olunmuş ziyarətlərdən, Allah istəyən ziyarətlərdən qərar versin. İmam Sadiq əleyhissalam buyurur ki, mənim üçün Əli ibn Əbu Talibin vilayətində olmaq, Əlinin övladı olmaqdan üstündür.
İmam balasıdır, həm də Əlinin vilayətindədir. Deyir, bu vilayətdə olmaq var ha, bu mənim üçün imam balası olmaqdan, onun övladı olmaqdan üstündür. Niyə? Çünki bir insanın imam övladı olması onun öz əlində deyil, seçim deyil. Bu Allahın məcburiyyətidir. Bu sənin ixtiyarın nədir deyəsən, mən atamı seçirəm, filan kəs olmasın, filan kəs olsun. Yəni imamın övladı olmaq mənim seçimim deyil, amma onun vilayətində olmaq mənim seçimimdir. İstəsəm çıxaram, istəsəm qalaram. Və imam bizə öyrədir ki, imam övladı olmaq sizi xilas eləməyəcək, əgər ki, vilayətdə olmasınız. Könüllü şəkildə qəbul eləməsəz vilayəti. Yəni, imam övladıyam, amma düzəməlli adam deyiləmsə, imam oğlu olmağın heç nəyə dəyişmir. İmam ən üstün olanı götürür. Yəni, imamın oğlu olmaqdan üstün olan imamın vilayətində olmaqdır. Və İmam Sadiq əleyhissalam hicrətin 148-ci ilində, Şəvval ayının 25-də bu gecə 65 yaşında olarkən zamanəsində İmam Zaman istisna ən çox yaşayan imamımız olub. 65 yaşında olarkən Allah lənət eləsin, Əbbasi xəlifəsi Mənsur Dəvaniqi tərəfindən zəhərlənərək şəhid edilir. Və imam 33 il, 11 ay, elə demək olar 34 il ərzində imamət eləyir. Mübarək məzarı da Mədinə şəhərində Bəqi qəbirstanlığındadır. Allah məzarının, ziyarətin, qiyamətdə də şəfaətin bizə nəsib eləsin inşallah.